Salam əziz şagirdlər, hər birinizi salamlayıram. Mən Azərbaycan dil və ədəbiyyat müəllimi Aytəkin Damadayeva. Bugün sizlərə samit səslərlə bağlı bəzi xüsusi məqamlara aydınlıq gətirmək istəyirəm. Bunlardan biri bəzi hərflərin sözün istənilən yerində müəyyən səsi ifadə etməsi ilə bağlıdır. İlkin olaraq Ç hərfi ilə başlamaq istəyirəm. Ç hərfi hansı səsləri ifadə edir? Gəlin nəzər yetirək. İlk öncə Ç hərfi Ç səsini, daha sonra C səsini, Y səsini, X iştirik, bir də K səsini ifadə edə bilər. İndi gəlin nümunələr üzərindən əsaslandıraq ki, bu səsləri hansı məqamlarda ifadə edir? Söz əvvəlində Ç hərfi Ç səsini ifadə edəcək. Məsələn, çoma Ç səsini ifadə edir. Və yaxud da kitab Ç səsini ifadə edir. Heç bir fərq yoxdur. Bəs hansı halda C səsini ifadə edir, onu nəzər yetirək. Ç hərfi, söz ortasına qoşa gələn iki Ç hərfi, Ç hərfindən biri C səsini ifadə edəcək. Məsələn, 8 yazırıq. Tələffüzdə ikinci Ç hərfi C səsinə dəyişir. Səkkiz şəklində. Bəs hansı halda Y və X iştirik səslərini ifadə edir? Gəlin ona nəzər yetirək. Deməli, söz sonunda Ç hərfi əgər özündən sonra saitlə başlayan şəkilçi və yaxud da söz gələrsə, məsələn, çörək. Şəkilçi gəldiyi zaman bu həm yazılışda, həm də tələffüzdə dəyişir. Çörəyə. Ç hərfi Y səsinə dəyişdi. Amma söz gəldikdə, saitlə başlayan söz gəldikdə yazılış qalır, tələffüz dəyişir. Məsələn, deyirəm çörək ətri. Tələffüzdə olur çörək ətri şəklində. Bəs hansı halda Y səsini ifadə edir? Daha doğrusu üzr istəyirəm, X iştirik səsini ifadə edir. Gəlin ona nəzər yetirək. Məsələn, bu dəfə götürək külək sözünü. Əgər külək sözündən sonra heç nə gəlməzsə, yəni bu söz olduğu kimi qalarsa və yaxud da özündən sonra samitlə başlayan şəkilçi və yaxud da söz gələrsə, tələffüz zamanı Ç hərfi X iştirik səsinə keçir. Məsələn, bu sözü toxunmuram, olduğu kimi saxlayıram. Tələffüz qaydası, tələffüz şəkli daha doğrusu külək şəklində olur. Samitlə başlayan şəkilçi gəldiyi zaman isə, məsələn, külək səsi. Yenə tələffüzdə külək səsi şəklində olacaq. Şəkilçi artırdığım zaman da bu qayda dəyişməzdir. Məsələn, küləklər deyirəm. Tələffüzdə isə küləklər şəklində olur. İndi isə gəlin G hərfi hansı səsləri ifadə edir, ona nəzər yetirək. Burada G hərfi Q səsini, K səsini, X səsini və Q səsini ifadə edir. Məsələn, gəlin nümunələrlə fikirlərimizi əsaslandıraq. Söz əvvəlində G hərfi elə Q səsini ifadə edəcək. Məsələn, qonşu, qonşu.
Söz sonunda isə Q hərfi həm X, həm də Q səsini ifadə edə bilər. Bəs hansı məqamda X, hansı məqamda Q səsini ifadə edir? Gəlin ona nəzər yetirək. Məsələn, əgər qonaq sözündən sonra heç bir şey gəlməzsə və yaxud da özündən sonra samitlə başlayan şəkilçi və yaxud da söz gələrsə, söz sonunda Q hərfi X səsini ifadə edir. Məsələn, qonaq sözünü nümunə götürdük. Qonaqlar yazıram. Tələffüz zamanı qonaqlar şəklində olur. Və yaxud da söz də gələ bilər. Məsələn, qonaq gəldi deyirəm. Qonaq gəldi. Özündən sonra samit gəldiyinə görə Q hərfi X səsini ifadə edir. Qonaq gəldi. Amma özündən sonra saitlə başlayan şəkilçi və yaxud da söz gələrsə, bu zaman söz sonunda Q hərfi Q səsinə dəyişir. Əgər şəkilçi qoşularsa, saitlə başlayan şəkilçi qoşularsa, bu həm yazılışda, həm tələffüzdə dəyişir. Məsələn, qapaq ağzı, qapaq ağzı. Tələffüzdə necə olacaq? Qapaq ağzı şəklində. Və yaxud da qapağın deyirəm artıq. Qapağın formasında yazılmır bu söz. Deməli, şəkilçi gəldiyi zaman bu həm yazılışda, həm də tələffüzdə dəyişəcək. Bəs hansı halda K səsini ifadə edir, ona nəzər yetirək. Söz ortasına gələn iki Q hərfindən biri K-ya dəyişir. Məsələn, saqqız. Bu zaman birinci dəyişir. Saqqız. Və yaxud da saqqal. Saqqal formasında. İndi isə gəlin eynicisi sait qoşalığından danışaq uşaqlar. Eynicisi sait qoşalığı, daha doğrusu üzr istəyirəm, eynicisi samit qoşalığı həm sözün, həm çox hecalı sözlərdə, həm də tək hecalı sözlərdə ola bilər. Məsələn, hətta. Bayaq nümunə yazdıq. Məsələn, saqqal sözünü yenidən gəlin yazaq. Və yaxud da məsələn, təşəkkür. Bu sözlərin tələffüz qaydası necədir? Söz ortasında iki t yan-yana gələrsə, ikincisi d-ya dəyişir. Hətta. Saqqal sözündə birincisi k-ya dəyişir. Saqqal. Təşəkkür sözündə ikinci K hərfi C-yə dəyişir. Bu şəkildə. Bəs tək hecalılarda qayda necədir? Gəlin ona nəzər yetirək. Tək hecalı sözlərdə eynicisi samitlərin tələffüz qaydası belədir. Məsələn, sir, həd, səd. Bir də yazaq fən sözlərini. Gəlin nəzər yetirək. Eyni tək hecalı sözlərdir və eyni cinsli samit qoşalığını müşahidə edirik. Bu türlü sözlərdə bunlardan sonra saitlə başa şəkilçi gəldiyi zaman qoşa samitlər olduğu kimi qalır. Məsələn, sirrin. Tələffüzdə də elə olduğu kimi qalacaq. Və yaxud da həddin. Tələffüzdə olduğu kimi qalır. Səddin. Da fənnin. Baxın, saitlə başlanan şəkilçi gəldiyi üçün. Samitdə isə, samitlə başlayan şəkilçi gəldikdə bu qoşa samitlərdən biri ixtisara düşəcək, yəni tələffüz olunmayacaq. Gəlin baxaq. Məsələn, həmin sözlərə samitlə başlayan şəkilçi atıraq indi. Məsələn, yazılışda sirlər yazırıq, tələffüzdə sirlər. Yəni, r-nın biri tələffüzdə düşür. Və yaxud da hədlər, sədlər, fənlər.
tələffüzdə samitlərdən biri düşmüş olacaq. İndi isə gəlin müxtəlif samit qoşalıqlarına nəzər yetirək. Çox hecalı sözlərdə, məsələn, əgər sözdə s-t, ş-t, f-t hərf birləşmələri varsa, bu sözlərə samitlə başlayan şəkilçi artırdığım zaman t-lar ixtisara düşəcək. Məsələn, neftçi yazılır, tələffüzdə necə olur? Neftçi. Və yaxud da dostluq yazılır, necə olur? Dostluq şəklində. Bu qaydanı da bilməyimiz vacibdir uşaqlar. Deməli, bəs gəlin indi baxaq daha doğrusu tək hecalı sözlərdə necədir bu qayda? Baxın, məsələn, zülm. Həsir. Nəsir və s. bu kimi sözlərdir. İki müxtəlif samitin arasına qoşa sahib daxil olacaq. Zülm. Daha doğrusu üzr istəyirəm. İki müxtəlif qoşa samitin arasına qapalı sahib girəcək. Həsir, həsir. Nəsir, nəsir şəklində. Burada diqqət olunmalı bir məqam var. İnşallah amonimlər mövzusunu sizə izah etdiyim zaman orada sizə paronimlərdən danışacağam. Amma bu qayda yerinə düşərdi ki, burada sizə deyim. Baxın, dilimizdə bir həm əsir sözü var. Yazılışdan söhbət edir, tələffüzü unudun. Həm də əsir şəklində yazılanlar var. Belə sözlər paronim hesab olunur. Və bunların hər ikisinin tələffüz qaydası eynidir. Yəni, əsir, əsir. Amma bunlar amonim sayılmırlar. Nə üçün? Paronim olduğuna görə. Çünki bunların tələffüzləri eyni olsa da yazılışları eyni deyil. Və bu sözlər mənaları da müxtəlifdir. Məsələn, əsir sözü 100 illik zaman müddətini bildirir. Məsələn, 100 il bir əsir hesab olunur. Amma əsir sözü iki mənada işlənə bilər. Bir deyirəm ki, külək əsir. O zaman bu sözümün kökü əs feili il qrammatik şəkilçidir. Və bu sözün başlanğıc forması əsməkdir. Amma desəm, əsir edam olundu, bu zaman isə bu söz bir kökdən ibarət sadə söz hesab olunur. Ona görə də amonimlərdə bu tip sözlərə fikir vermək lazımdır. Məsələn, başqasının nümunə deyim, mətin söz də belədir. Bu cürdə yazılan sözümüz var, bu formada da yazılan var. İsiz yazılan mətin sözü, məsələn, kontekst, yəni mətin oxuduğunuz müəyyən bir mətin. Amma digər söz, yəni ilinə yazılan mətin sözü, bu isə iradəli, dözümlü mənasını ifadə edir. Gəlin indi 1 y və 2 y ilə yazılan sözlərə nəzər yetirək. Məsələn, bu sözlər 2 y ilə yazılır. Ədəbiyyat, cəmiyyət, daha sonra mənəviyyat və s. Bu sözlər 2 y ilə yazılır. Bəs bu sözlərin tələffüz qaydası necədir? Gəlin ona nəzər yetirək. Məsələn, ədəbiyyat sözü bu sözün şəkilçidirsə əgər, yəni orada iyyat şəkilçidirsə, yəni yığlar sözün kökünə aid deyilsə, o zaman tələffüz zamanı yığlardan biri ixtisara düşür. Yəni tələffüz olunmur. Məsələn, ədəbiyyat. Niyə? Çünki dilimizdə ədəbi sözü var. Ədəb sözü var, üzr istəyirəm. İyyat burada şəkilçidir. Həmçinin cəmiyyət sözündə belədir. Sözün kökü cəmdir, iyyat şəkilçi. Şəkilçi olduğuna görə yığların biri tələffüzdə ixtisara düşür. Cəmiyyət sözü cəmiyyət şəklində. Eyni zamanda mənəviyyat sözü mənəviyyat şəklində. Yəni yığının biri tələffüzdə ixtisara düşdü. Çünki dilimizdə mənəvi sözü var. Burada iyyat şəkilçidir. Bəs hansı sözlər bir y ilə yazılır? Gəlin ona nəzər yetirək. Məsələn, tərbiyə, saniyə, mərsiyə və s. Bu tipdə sözlər isə tələffüz zamanı
Ümumiyyətlə həm yazılış, həm tələffüz sadəcə bir y-dan ibarətdir. Bugünkü qaydalarımız bu qədər. Növbəti video izahlarda görüşərik.